Möhtərəm cənab prezidentimizin Naxçıvan şəhəri ilə bağlı imzaladığı növbəti sərəncam həm şəhərdə insanların rahat hərəkət etməsi üçün, həm ekoloji tarazlığın qorunması baxımından kifayət qədər vacib sərəncamlardan biridir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında ictimai nəqliyyatın keyfiyyətinin yüksək səviyyədə inkişafı nəzərdə tutulub. Dövlət başçımızın sərəncamı ilə Naxçıvan şəhərində sərnişin daşımaları yalnız ətraf mühitə heç bir mənfi təsiri olmayan elektrikli avtobuslarla təşkil olunacaq. Bu da şəhərimizin müasir inkişafını əks etdirməklə yanaşı, həm də ölkəmizdə insanların rahatlığına və xüsusilə də sağlamlığına göstərilən xüsusi qayğı kimi sakinləri sevindirir. Çox sevindik də. İnşallah köhnə avtobuslardan qutarıb, təzə avtobuslarda qəşəng rahat yol gedərik, yol gələrik. Bu sərəncamın verilməsi məni çox sevindirdi. Çünki yeni avtobuslar həm bizim rahatlığımız üçün yaxşı olacaq, həm də ki, ekologiyamızın qorunmasına müsbət təsir göstərəcək. Ekspertlərin fikrincə, sözü gedən işlər sadəcə regional xarakter daşımayacaq. Naxçıvandan başlanan bu layihə bütövlükdə ictimai nəqliyyatın ölkədə inkişafının stimullaşdırılmasına təkan verəcək. Sərəncamın bir sıra maraqlı məqamları var. İlk maraqlı məqam ondan ibarətdir ki, Naxçıvan şəhəri ölkəmizdə ilk şəhər olacaq ki, onun daxilindəki bütün şəhər daxili ictimai nəqliyyat yalnız ekoloji təmiz nəqliyyat vasitələrindən, yəni elektrobuslardan ibarət olacaq. Bu bir yenilikdir Azərbaycan üçün. Bu bizim ölkəmizin, bizim dövlətimizin ekoloji dayanıqlılığa, ətraf mühitin mühafizəsinə verdiyi bir töhfə olacaq və yaxşı bir nümunə olacaq. Bu sərəncamın digər bir gözəlliyi ondan ibarətdir ki, ilk dəfə Bakı şəhərindən kənarda, digər ölkəmizin bir şəhərində ictimai nəqliyyatın inkişafına xüsusi diqqət ayrılır. Naxçıvan şəhəri ekoloji cəhətdən təmiz bir şəhərdir. Bu sərəncam ekologiyanın təmizliyinin, saflığının qorunmasına hesablanmış daha bir addımdır. Sərəncamda sözü gedən yaşıl layihənin icrası məqsədi ilə infrastruktur təminatı da nəzərdə tutulub. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bəndlər də nəzərdə tutulmuşdur. Bu sərəncamda avtobusların həm təmiri, həmçinin xidmət göstərilməsi üçün nəzərdə tutulmuş depodan qurulması və yenilənməsi nəzərdə tutulur. Və burada demək Bakubas daşıyıcısının Naxçıvana gətirilməsi bu bizim üçün önəmli bir faktorlardan biridir. Ona görə ki, Bakubas Bakı şəhərində də nümunəvi daşıyıcılardan biridir. Bakubasın nizamnamə fondunun artırılması yolu ilə həyata keçiriləcək maliyyələşmə sayəsində 33 milyondan artıq vəsaitin deməli avtobusların yenilənməsi, həmçinin ictimai nəqliyyat parkının deməli infrastrukturunun da yaxşılaşdırılması istiqamətində vəsait qoyulacaqdır. Təbii ki, əsas önəmli məsələlərdən biri də avtobusların enerji ilə doldurulmasıdır. Layihə çərçivəsində Naxçıvanda bu istiqamətdə də lazımi təchizat yaradılacaq. Hazırda avtobusların satın alma və infrastrukturun qurulması ilə bağlı texniki və təşkilati məsələlər üzrə müvafiq işlərə başlanılmışdır. Layihənin icra qrafikinə uyğun olaraq elektrik avtobuslarının Naxçıvan şəhərində sərnişinlərin istifadəsinə verilməsi 2025-ci il ərzində mərhələli şəkildə həyata keçiriləcəkdir. Görüləcək işlər çərçivəsində elektrik avtobuslarının fəaliyyət göstərəcəyi marşrut şəbəkəsinin optimallaşdırılması, enerji doldurma məntəqələrinin quraşdırılması və avtobusların saxlanılması üçün müasir tələblərə cavab verən depo infrastrukturunun yaradılması nəzərdə tutulur. Çox sevindik, çox sağ olsun cənab prezidentimiz. Bu maşınlar da gəlsə, inşallah Naxçıvan əhalisi üçün yüksək səviyyədə xidmət edəcəyik. Bu layihə həmçinin COP29 tədbirləri çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinin daha bir nümunəsidir. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Samir Mehdiyev, NTV Xəbər.